Salam uşaqlar, bugün Cemlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Uşaqlar, deməli, qısa mətnlər bitdi. Bu mövzu qalıbdı. Deməli, 4-5 dənə sualımız, onu da tamamlayayım və keçəcəm dinləməyə. Çünki yazırsınız. Tak, yaxınlaşdırım. Görürsün. Tak, üzr sayın, çöldən uşaqların səsi gəlir. Нейнияй. Так, в нашем магазине спортивной одежды всегда можно приобрести все, что нужно для активного образа жизни. İdman geyimləri mağazamız həmişə aktiv həyat tərzi üçün lazım olan hər şey üçün, deməli belə deyək də, vahid bir məkanımızdır. У нас имеется широкий ассортимент одежды и снаряжения для разных видов спорта. Deyək ki, müxtəlif idman növləri üçün geniş geyim və avadanlıq seçimi təklif edirik. Наши специалисты бесплатно проконсультируют вас в любое время, кроме выходных dней. Və deyir ki, mütəxəssislərin həftə sonları istisna olmaqla 24/7-yə pulsuz məsləhətləşmələr, yəni üçün mövcuddur, deyir. Так. А вариантында yazılıb. Товары для разных видов спорта можно купить в нашем магазине. Deyir ki, müxtəlif idman növləri üçün məhsullar mağazamızda əldə edə bilərsiniz. Əlbəttə ki, bunu biz düzgün variant kimi götürə bilərik. Amma gəlin baxaq, çünki uşaqlar da deyirlər ki, hardasa səhvlər də ola bilir. Ona görə də hamısında yoxlayaq. Спортивное снаряжение продается в любое время, кроме выходных dней. İdman avadanlığı həftə sonları istənilən vaxt, yəni də deyir ki, həftə sonları istisna olmaqla istənilən vaxt satılır, deyir. Tak. Amma biz bilirik ki, ancaq burada məsləhət, konsultasiya verirlər və можно проявить, что нужно для активного. У нас имеется широкий ассортимент одежды, снаряжения для спорта. Deməli, burada продается в любое время, кроме выходных. Amma кроме выходных у нас здесь только консультация, бесплатная консультация deyə yazılıbdı. Так, дальше. Скоро в магазине будет большой выбор спортивной одежды. Deyir ki, tezliklə mağazada idman geyimlərin böyük bir seçimi olacaq, amma уже var və ala bilərsiniz. Deməli, bu da. Бесплатные консультации проводятся в магазине в выходные dni. Deyir ki, həftə sonu mağazada pulsuz məsləhətlər verilir, yəni konsultasiyalar olur. Amma biz bilirik ki, ancaq iş günləridir, amma həftə sonu olmur. Так. Дальше. Специалисты нашего магазина консультируют в течение всей недели. Və deyir ki, mağazada mütəxəssislər, yəni həftə ərzində məsləhət verirlər. Yox. Ancaq iş günləri выходные dni отдыхают. Так, deməli 50-də 50-ci suala baxaq. Tak, burada da Привет, давай завтра пойдем в новый зоопарк посмотреть на диких животных. Давай завтра пойдем в новый зоопарк посмотреть на dikих животных. Deyir salam. Gəl deyir ki, sabah vəhşi heyvanları görmək üçün yeni zooparka gedək. Он открывается утром, o səhər açılır. Закрывается в 19:00 və axşam saat 19:00-da bağlanır. Мы можем встретиться у входа в metro Gənclik и вместе пойти туда. Və deyir ki, Gənclik metro stansiyasının girişində görüşüb birlikdə ora gedə bilərik. Gəlin baxaq. Так. Dikих животных можно увидеть в новом зоопарке. Yəni deyir ki, yeni zooparkda vəhşi heyvanları görmək mümkündür. Düzdür. Bəli. Bu var. Можно встретиться в метро Gənclik и вместе пойти в зоопарк. Amma burada yazıb ki, можно встретиться в metro. Amma biz bilirik ki, у входа в metro, yəni girəcəkdə, belə girişində, yəni. Amma burada metronun içi deyə, ona görə bu getdi. Новый зоопарк, в котором есть дикие животные, открывается днем. Не днем, gündüz açılmır, səhər açılır, утром. Bu da. Мы завтра встретимся в 19:00 около входа
в metro Gənclik. 19:00'dan уже bağlanır diye, ona göre de bu da düz değil. Давай послезавтра пойдем в новый зоопарк посмотреть на диких животных. Завтra, не послезавтра, sabah. Bir gün yox. Ona göre de A'nı biz düz variant kimi götürürük. Дальше, 51'de. Завтра в 12:00 будет проводиться экскурсия в Азербайджанский национальный музей искусств. Der ki sabah saat 12'de Azerbaycan Milli İncə Sənət Muzeyində ekskursiya keçiriləcək. Muzey находится около филармонии. Muzey филармонияның залının yaxınlığında yerləşir. Гости и жители столицы смогут увидеть здесь произведения азербайджанских и европейских художников. Deyir ki, paytaxt sakinləri və qonaqlar Azərbaycan və Avropa rəssamlarının əsərlərini görə biləcəklər. Deməli, гости и жители столицы посетили музей искусств Azərbaycanı. Deyir ki, paytaxt qonaqlar və sakinlər Azərbaycan İncəsənət Muzeyini ziyarət etdilər. Amma bu sabah olacaq hələ. Ona görə bu düz deyil. Среди экспонатов музея картины художников Azərbaycana и Европы. Deyir ki, muzey eksponatının arasında Azərbaycan və Avropa rəssamlarının rəsmləri var. Düzdür. Yazılıb ki, burada здесь произведения азербайджанских и европейских художников. Ona görə bu variantını biz götürə bilərik buradan. Жителям Баку предлагается посетить музей искусств rano утром. Deyir ki, Bakı sakinlərinə səhər tezdən İncəsənət Muzeyi ziyarət etməyə tövsiyə olunur. Səhər yox, завтра 12'dir. Polcin. Так, və жителям Баку yox, hələ də qonaqları da var da, жители столицы и гости. Так что это неправильно. Школьники в музее увидели картины азербайджанских художников, не только азербайджан, но и европейских. Увидели их, увидят, o da hələ görəcəklər, çünki sabah olacaq. Экскурсия в музей искусств будет проведена послезавтра в 12. Не послезавтра, bir gün yox, sabah. Ona görə də biz B variantını burada seçirik. Дальше, 52'de. Наша фирма «Измерительная техника» в настоящее время серийно выпускает приборы. Так, серийно выпускает приборы для промышленного оборудования. Yani deyir ki, İzmeritilnaya texnika da, yəni şirkətimiz hazırda deməli sənaye avadanlıqlar üçün cihazları kütləvi şəkildə istehsal edir. Все эти приборы можно использовать в цехах и лабораториях ваших компаний. Bütün bu cihazlar şirkətinizin emalatxanalarında, laboratoriyalarında istifadə edə bilərlər. Мы дорожим каждым нашим клиентам и выполняем свою работу с гарантией качества. Və hər bir müştərimizə dəyər veririk və onların keyfiyyətinə zəmanət veririk. Так, indi gəlin baxaq. Все приборы для промышленного оборудования нашей фирмы используются только в цехах. Все pribori. Yəni deyir ki, şirkətimiz sənaye avadanlığı üçün bütün cihazlar yalnız emalatxanalarında istifadə olunur. Yox, biz də bilirik ki, laboratoriyalarda da həmçinin. Ona görə də, tak, A variant уже buradan düşür. Так. Продукция нашей фирмы для промышленного оборудования производится серийно и качественно. Şirkətimizin sənaye avadanlığı üçün məhsullar seriyalı və yüksək keyfiyyətlə istehsal olunur. Bəli, bu var. Выпускается, смотрите, здесь написано, да, оборудование, все они приборы используются в целях лаборатории. Вот, время, наша фирма, так, измерительная техника в настоящее время серийно выпускает приборы для промышленного оборудования. Ve качественное, да, качествосы var. Так. Ona görə də B variantı düz variantdır. С гарантией качества наша фирма работает только для постоянных клиентов. Ancaq deyir ki, yalnız daimi müştərilər üçün keyfiyyət zəmanəti ilə işləyir. Yox, hamı üçün. Так, некоторые из наших приборов можно использовать в лабораториях. Yox, ancaq laboratoriyada yox, emalatxanalarda da. Biz bilirik ki, дальше, в цехах. Так, и наша фирма производит все приборы в лабораториях. Нет. Так, deməli B variantı burada düzdür və 53-cü gəlin baxaq. 53-də də в понедельник в 17:00 так.
sostoится открытие нашего нового кафе. Deməli deyir ki, yeni kafemiz bazar ertəsi gün saat 17'də açılacaq, понедельник, birinci gün. В этом кафе ежедневно предлагается широкий ассортимент блюд. Bu kafede hər gün şəhərin ən yaxşı aşpazlar tərəfindən hazırlanan, deməli, Нет, смотрите, в этом кафе ежедневно предлагается широкий ассортимент блюд. Hər gün burada deməli ən yaxşı çeşitli yeməklər təklif olunur. Для вас готовят одни из лучших поваров goroda. Deməli, ən yaxşı aşpazlar tərəfindən hazırlanır bu yeməklər. Gəlin baxaq. Новое кафе для посетителей открылось днем, не днем. Здесь написано Ахшам 17:00, а варианты неправильно. Все лучшие повара города были на открытии кафе. Burada da hamı deyir ki, şəhərin ən yaxşı aşpazların hamısı kafenin açılışındaydı. Bu da düz değil. Так, посетители в начале недели смогут пойти в новое кафе. Правильно. Həftənin deyir ki, əvvəlində. Bəli, bu C variantını biz seçirik. Будние дни кафе предлагает небольшой выбор блюд. Deyir ki, həftə içi kafedə kiçik bir belə deyək də yemək seçimi təklif olunur. Bu da düz deyil. Yəni большой ассортимент deyə yazılıb, широкий, geniş bir. Открытие нового кафе состоится в конце недели. Не в конце, а в начале, понедельник. O axırda yox. Belə uşaqlar. Sağ olun, görüşərik.